Bu göyərtini hər gün yeyin. Bu cür videoların davamını görmək istəyirsinizsə, videonu bəyənin və kanala abunə olun. Ən əsası isə zınqrov düyməsini basmağı unutmayın. Ta qədimdən bugünə qədər süfrələrin bəzəyi olan reyhan bitkisinin Azərbaycan mətbəxində öz yeri var. Çox hallarda göyərti kimi yeməklərin yanında və ya salatların yeməklərin tərkibinə vurulan bu bitki ədviyyat olmaqla yanaşı həm də bir çox dərdin də dərmanıdır. Bu ədviyyat bitkisinin vətəni Seylon, Sərəndib adası ilə Hindistandır. Hazırda dünyanın əksər ölkələrində toxumları vasitəsilə reyhan bitkisi əkilib becərilir. Reyhan istehlakının insan sağlamlığı üçün inanılmaz faydalarının olduğu məlumdur. Belə ki, o, bədənə virusların təsirini azaldaraq müqavimətini artırır. Quru və ya təzə formada istehlak edilən reyhanla bağlı maraqlarınızı sizin üçün axtardıq. Bu bitki keçmişdə sarayların sevimli şərbətlərinin xam malı olmuşdur. Reyhan yalnız şərbət olaraq istehlak edilməmiş, saray xanımlarının dərisinin gözəlliyi üçün də istifadə edilmişdir. O, antibakteriyal xüsusiyyəti sayəsində bədəni təmizləməkdə çox təsirlidir. Zehni xəstəliklərdə sakitləşdirici kimi istifadə olunan reyhan omega 3, kalsiyum, maqnezium, manqan və dəmir kimi maddələrlə olduqca zəngindir. Güclü bir toksin təmizləyici olduğu üçün bugün arıqlamaq istəyənlərin üstünlük verdiyi qidalar arasındadır. Eyni zamanda boğazı iltihabdan təmizləyir və virusların ağciyərə enmədən bədəndən çıxarılmasını təmin edir. Aralıq dənizi hövzəsində dərman məqsədi ilə becərilən reyhan bitkisi insan sağlamlığı üçün şəfaveverici xüsusiyyətlərə malikdir. İmmunitet sisteminizi gücləndirir və xəstəliklərə qarşı müqavimətinizi artırır. Pis xolesterolu azaltmaqla ürək-damar xəstəliklərinin qarşısını almaq iqtidarına malikdir. Mədə turşusunu tənzimləyir, qastrit və həzm pozğunluğu kimi problemlərin aradan qaldırılmasına kömək edir. İltihab əleyhinə xüsusiyyəti sayəsində ödemi azaldan təsir göstərir. Reyhan tərləmənin qarşısını alır və bədəndəki pis qoxuları yox etmək iqtidarındadır. Bundan başqa, reyhan təsirli qoxusu ilə zərərli həşəratları və zərərvericiləri dəf edir, tətbiq olunduğu yerin havasını təravətləndirir, təzələyir və yumşaldır. Sakitləşdirici keyfiyyətə malikdir, mədəyə faydalıdır. Revmatizm, ürək döyüntüsü və hemoroid kimi xəstəliklərin müalicəsində istifadə edilən bu bitki immunitet sistemindən həzm sisteminə qədər bir çox sağlamlıq problemi ilə mübarizə aparır. Metabolik fəaliyyətləri dəstəkləyir, immunitet sistemini gücləndirir, orqanizmdəki turşuları tarazlaşdırır. Məsələn, ishal, qastrit və xoralar, ürək bulanma, həzmi gücləndirir. Yolxucu xəstəliklərin qarşısını alır, soyuq dəymə ilə mübarizə aparır və gözləri qoruyur. Reyhan A vitamini ilə zəngin olan faydalı bir bitkidir. Radiasiyaya qarşı qoruyucu təsiri olan və xərçəng hüceyrələrinin çoxalmasının qarşısını alan reyhanın insan sağlamlığına faydaları şübhəsiz ki, bununla məhdudlaşmır. Bu bitki sinir sistemini tənzimləyir və stresi aradan qaldırır. Bundan başqa, narahatlıq və miqrenlərə qarşı faydalıdır. O, can sıxıcılığı aradan qaldırır, depressiv əhval-ruhiyyənin qarşısını alır, həyat sevincini artırır. Ürəyə rahatlıq bəxş edir, yuxusuzluq və zehni işdən yaranan yorğunluğun aradan qaldırır. Saç tökülməsinə qarşı təsirlidir və saçların erkən ağarmasının qarşısını alır. Reyhan bitkisindən hazırlanan şərbət qan dövranını sürətləndirir, ürək-damar sağlamlığını təmin edir, triqlerisid və xolesterin səviyyəsini aşağı salır, qan azlığı ilə mübarizə aparır, qan şəkərinin düşməsinin, həmçinin baş gicəllənmə və ürək getmənin qarşısını alır.
Bundan əlavə, şəkərsiz hazırlanmış reyhan suyu ilə qarqara etmək ağızdakı yaraları sağaltmaqla yanaşı, ağız qoxusunu da yox edir. Əlavə olaraq siqareti tərk etməyə yardımcı olur. Süd verən anların südünü artırır, qaraciyərin və böyrək sağlamlığına faydalıdır. Öskürəyin müalicəsi üçün tövsiyə olunan reyhan ağrı sancmalarına qarşı da müalicəvi əhəmiyyətə malikdir. Bu bitki piylərin yandırmaq xüsusiyyətinə də malikdir. Xüsusilə reyhan çayı arıqlamağa kömək edir. Ancaq həddindən artıq istifadə böyrəkləri yorur, qaraciyəri zədələyə bilir. Reyhan toxumlarını torpağa nazik bir təbəqə ilə səpib, yüngül bir şəkildə torpaqla örtüb becərə bilərsiniz. Bu bitki suyu çox sevmir. Həftədə bir dəfə köklərə doğru suvarmaq kifayətdir. Təzə reyhanın ömrü çox uzun deyil. Bu səbəbdən bu bitkini xüsusən də qışda istifadə etməyə davam etmək istəyirsinizsə, quru versiyasını seçməyiniz tövsiyə olunur. Reyhan çayı necə dəmlənir? Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir. Təzə reyhandan çay dəmlənən zaman 250 ml qaynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir. Qurudulmuş reyhan dəmləyən zaman isə 2 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir. Dəyərli izləyicilər, Rusiyalı diyetoloq tibb elmləri doktoru Mikhail Ginzburg qeyd edib ki, reyhanda beyin fəaliyyətini yaxşılaşdıran və narahatlığı aradan qaldırmağa kömək edən B1, B2, B3 və B6 vitaminləri var. Onun sözlərinə görə, bu qiymətli xüsusiyyətlərə malik göyərti gündəlik qida rasionunda mütləq olmalıdır. Dəyərli izləyicilər, göyü yeri xəlq edən Allah bizlərin qarşısına saysız hesabsız nemətlər sərmiş, özümüzə də şüur və ağıl vermişdir. Bu gözəl nemətlərdən düzgün istifadə etmək hər birimizin borcudur. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah'a emanında. Video sizin üçün lazımlı oldusa bəyənmə düyməsini basın. Kanal sizə maraqlı gəlirsə, hələ də kanala abunə olmamışsınızsa abunə ol düyməsini basa bilərsiniz və zınqrov düyməsini də basın ki, hər dəfə yeni faydalı videolar paylaşanda sizlərə ilk gəlsin və sizlər də bu videolardan yararlanın və təbii ki, əzizlərinizin yaxınlarınızın faydalanmasını istəyirsinizsə, videonu onlarla WhatsAppda, Telegramda və Facebook və digər sosial şəbəkələrdə paylaşa bilərsiniz və onu da deyim ki, şərhləriniz bizlər üçün olduqca vacibdir. Şərhlər yazmağı unutmayın. Özünüzə yaxşı baxın, növbəti videolarımızda görüşənədək Allah'a emanın.